Vəhy 16-cı fəsil. Allahın hiddətinin 7 nimçəsi. Mən məbəddən 7 mələyə, gedin Allahın hiddətinin 7 nimçəsini yer üzünə boşaldın, deyən uca bir səs eşitdim. Birinci mələk gedib öz nimçəsini quruya boşaltdı və vəhşi heyvanın damğasını daşıyan, onun surətinə səcdə eləyən adamlarda pis və ağrılı yaralar əmələ gəldi. İkinci mələk öz nimçəsini dənizə boşaltdı və dəniz ölünün qanına bənzər qatı qana döndü. Dənizdə olan bütün canlı varlıqlar məhv oldu. Üçüncü mələk öz nimçəsini çaylara və su qaynaqlarına boşaltdı və onlar qana döndü. Onda mən sular mələyinin belə dediyini eşitdim. Ey var olan, var olmuş, müqəddəs olan, sən ədalətlisən ki, belə hökm çıxartdın. Çünki müqəddəslərin və peyğəmbərlərin qanını tökdülər. Sən də onlara içmək üçün qan verdin. Onlar buna layiqdilər. Qurbangahdan gələn bir səs də eşitdim. Bəli, ey külli ixtiyar Rəbb Allah, sənin hökmlərin həqiqi və ədalətlidir. Dördüncü mələk öz nimçəsini günəşə boşaltdı və ona adamları odla qarsalamaq gücü verildi. Adamları qızmar isti qarsaladı və onlar bu bəlaları idarə eləyən Allahın adına küfr elədilər. Lakin tövbə eləyib onu izzətləndirmədilər. Beşinci mələk öz nimçəsini vəhşi heyvanın taxtına boşaltdı və onun padşahlığını qaranlıq bürüdü. Adamlar istirabdan dillərini dişlərinə sıxdılar və öz istirab və yaralarına görə göylərin Allahına küfr elədilər. Lakin öz əməllərindən tövbə eləmədilər. Altıncı mələk öz nimçəsini böyük Fərad çayına boşaltdı və onun suyu qurudu ki, gün doğandan gələn padşahlar üçün yol açılsın. Gördüm ki, əjdahanın ağzından, vəhşi heyvanın ağzından və yalançı peyğəmbərin ağzından qurbağaya bənzər 3 natəmiz ruh çıxır. Bunlar əlamətlər göstərən cin ruhlarıdır və bütün dünyanın padşahlarının yanına gedirlər ki, onları külli ixtiyar Allahın böyük günündə baş verəcək döyüşə toplasınlar. Rəbb deyir, budur, oğru kimi gəlirəm, oyaq qalan, çılpaq gəzərək ayıbını göstərməmək üçün paltarlarını əynində saxlayan kəs nə bəxtiyardır. Bu ruhlar padşahları İbrani dilində Harmagedon adlanan yerə topladı. 7-ci mələk öz nimçəsini havaya boşaltdı və məbəddəki taxtdan tamam oldu deyən uca bir səs gəldi. Onda şimşək, uğultu, göy gürültüsü və böyük bir zəlzələ baş verdi. Zəlzələ elə güclü idi ki, insanın yer üzündə yaşamağa başladığı dövrdən bəri bundan böyük olmamışdı. Böyük şəhər 3 yerə bölündü və millətlərin şəhərləri dağıldı. Allah tərəfindən böyük Babil yada salındı ki, Allahın şiddətli qəzəb şərabı ilə dolu kasa ona verilsin. Bütün adalar aradan qalxdı və dağlar yox oldu. Göydən adamların üstünə hərəsinin çəkisi bir talant olan böyük dolu dənələri yağdı. Adamlar dolu bəlasına görə Allaha küfr elədilər. Çünki bu bəla çox şiddətli idi.